Gəlin baxaq. Məxrəci K olan dediyinə görə. Deməli, məxrəcidəki K-dır. Və bu K ədədi deyir, bu variantlardan hansı ola bilər? Və K olan düzgün kəsrlərin hər birini sonlu onluq kəsr şəklində göstərə bilirik. Göstərə biliriksə, gəlin 24-ü sadə vurğular şəkildə yazaq. Biz deyirik ki, sonlu onluq kəsr şəklində göstərmək üçün mütləq ya 2-lərdən ibarət olmalıdır məxrəcidəki ədəd, ya da 5-lərdən ibarət olsun. Ya da 2 ilə 5 bir yerdə, fərq yoxdur. Yəni 2 ilə 5-dən əlavə heç nə olmasın. 2 və 5 vurğundan başqa heç bir şey olmasın. İndi burada baxırıq ki, məsələn 24-də təbii ki, artıq var. Yəni 24 özü neçə vuraq neçə deməkdir? 24-ün bölənəyi 3 vuraq 8 kimi hələ yazsaq, 3 dəfə 8 24 eləyir də. 3 vuraq 8-də lap 2 vuraq 2 vuraq 2 kimi yazsaq. Görürsünüz burada 3 vuruğu var. 2-lər də var. Amma bizə problem yaradan 3 var. Deməli A variantı getdi, ola bilməz. 25-i 5 üstü 2 yaza bilirik. Çünki 5-in kvadratı. 5 vur 5 kimi yazsaq 25. Burada hələ ki olar. 27. 3-ün kubu kimi yaza bilirik 27. Çünki 27-nin vuruqları 3-dən ibarətdir. Bir dənə 1, 1 heç də, 1 bütün ədədlərdə olduğuna görə 1 saymırıq. Sadə ədəd olaraq deməli 3-lərdən ibarətdir. 28 özü 7 vuraq 4 kimi yazsaq, burada 7 vuraqla 4-ü də 2 üstü 2, yenə 2-lər var, amma 7 problem yaradır axı. Bunu sonlu onluq kəsr şəklində göstərmək mümkün deyil artıq. 30-un özü də 33 vuraq 10 demək deyil. Yaxşı, onun tərkibində 2 vuraq 5 var, amma axı burada 3 problem yaradır. Deməli, problemsiz ədəd 5-lərdir. Elə 5 üstü 2, yəni doğru cavab 25.